Nərgiz Tibb Mərkəzinin direktoru, baş həkimi, terapevt Məlahət Qəhrəmanova hal-hazırda studiyamızdadır. Nəzərinizə çatdırım. Uzun müddət mədə-bağırsaq sistemində hər hansı bir şikayəti varsa, müalicəsini alıb effektini görə bilmirsinizsə, buyurun bir Məlahət xanımla da görüşək. Xoş gördük, necəsiniz? Çox sağ olun, mən də hər kəsi salamlayıram. Çox sağ olun. Təbii ki, bu verilişdə biz həmişə çox gözəl, rahat, sərbəst bütün fikirlərimizi deyirik və xəstələrə çalışırıq ki, fikirlərimizi çatdıraq və faydalı olaq. Onlar, bəli, faydalı olaq ki, onlar da müalicələrində effekt alsınlar. Mədə-bağırsaq həzm sistemi orqanları çox deyərdim ki, bir-birinə sıx əlaqəlidir. İlk öncə mən qaraciyərdən başlamaq istərdim. Çünki qaraciyərin funksiyası orqanizmdə sabit, daxili mühitin sabit saxlanmasında birbaşa rolu var. Bizim metabolizmimizdə da, orqanizmdə olan bütün zərərli maddələrin zərərsizləşdirilərək ödlüyə ötürülməsində, vitamin bazasının yaranmasında bunların hər birində qaraciyərin çox böyük rolu var. Qaraciyərin məhsulu olan öd turşusu həzmdə iştirak etdiyi üçün öd kisəsinin funksiyası diqqətə alınmalıdır. Qaraciyərin funksiyası pozulduqda, qaraciyər toksinlərlə yükləndikdə, qaraciyərdə kalsinat olur, qaraciyərdə görürsünüz ki, xroniki hepatitlərdən sonra yaranan problemlər olur, hepatitlərin özü olsun və əsas 4 amil var ki, bizim həzm prosesimizə daha çox yüklənmə və narahatçılıq verir. Bunlardan birincisi, ən çox, məsələn, bizim qida rasionumuzun normal olmaması, qida rasionunda olan, məsələn, içkilərə alüdə olan insanlar, kobud qidadan çox istifadə edən insanlar, yəni sulu yeməklər yeməyən insanlarda bu qaraciyərdə müəyyən problemləri yarada bilir. İnfeksion xəstəliklər, parazitar xəstəliklər, viruslar, bunlar da qaraciyərə məhv edir, qaraciyəri yüklüdür. Ödü də eyni zamanda. Bəli. Bundan yanlışı təbii ki, ödü də orada daxildir. Yəni, bu həzm prosesinə təsir edən amilləri mən saymağa çalışıram. Və dördüncüsü isə ən çox bizə zərər verən medikamentoz müalicələr. Bunların hər biri qaraciyərə çox yüklənmə verir və qaraciyərdə müəyyən fəsadların aktivləşməsinə yol açır. Götürək bizim qida rasionumuzu. Qida rasionu normal deyilsə, vitamin balansı zəifləyəcək, vitamin deposu zəifdirsə, immun sistem get-gedə çökəcək, immun sistemdə, metabolizmdə qoşulur bir-birinə, təbii ki, orqanizmdə müəyyən fəsadlar yaranmağa başlayır. Burada da hansı orqanlar zərər görməyə başlayır? Öd kisəsi, mədə, bağırsaq, 12 barmaq, mədə-altı vəz. Bunlar bir-birindən sıx əlaqəli olduğu üçün qaraciyərin probleminin yaranmasının ən çox səbəbi həzm sistemi orqanlarına öz təsirini göstərir. Həmişə dediyimiz kimi, qaraciyər lalı orqandır, qaraciyərdə heç bir ağrı, acı hiss eləmirsiniz. Amma səsi çıxanda prosesi əsas başlayan belə qaraciyərdir. Bütün qəbizliyin də kökündə durur. Köp gəyirmə, ürək bulanmanın da, müəyyən xəstəliklərin, yaraların, xoraların yaranmasında da belə. İllər öncə həmişə deyirlər ki, qaraciyərin 5 funksiyası var. Amma bugün deyirlər ki, 500 funksiyası var. Amma bugün deyirlər 1800 funksiyası. Hormonlardan belə, kişilərdə cinsi zəiflikdən belə, azispermiyadan, spermanın olmasından belə hamısı birbaşa qaraciyərdən başlayır. Yanlış müalicələr gedir. Məlahət xanım gedir, analiz verir, xolesterin yüksəkliyi. Xolesterini azaldan dərman qəbul etmək üçün, əlbəttə bu internetdə də yazılıb, hansı dərmanı qəbul edə bilərsən, əczaçıdan da soruşa bilər. Həkimə ehtiyac duymur. Elə gözəl dediniz ki. Həkimə ehtiyac duymur. Yox, onlar elə orada da öz xəstəliklərini genişləndirmiş olurlar. Yox, aydın məsələdir, bu doğru bir şeydir demirəm. Yanlış bir addımdır. Xolesterin bugün deyirlər ki, xolesterin hamıya lazımdır, xolesterin normalda ola da bilər, biraz artıq da ola bilər. Yaxşı xolesterin var, pis xolesterin. Xolesterin xolesterindir, pisi də yaxşıdır. Yəni onu yüksəldən, azaldan səbəbləri tapmaq. Orqan. Bir də əgər onun növlərinə görə toxunmuş olsa, pisi, yaxşısı ayırt etməkdirsə, bu əslində pis, yaxşı da deyil, aparan və gətirən deyək də, bu yağ, muma bənzər bir maddə. İndi deyirlər ki, hə, el deyildirsə pisdir, haş deyildirsə yaxşıdır. Deyil, biri aparır, digəri gətirir. Onu insanlar o cür demirlər. Aparana yaxşı, gətirənə pis deyirik, amma sən o
pisi gətirən o LDL-in səviyyəsini necə yüksəldirsən? Doymuş yağlar, heyvani yağlar, palma yağları və s. Həkim necə deyir, qida rasionuna diqqət yetirmədiyində, artıq çəki triqlisitlər də ora qoşulursa və s. Və bu zaman baxın, insan orqanizminə virus yoluxanda və ya bakterial infeksiyalarına yoluxanda temperatur qalxır. Biz o zaman neyirik? Virusu, bakteriyanı öldürməyə çalışırıq, elə deyilmi? Xolesterin də yüksəlibsə bunun səbəbini tapmaq lazımdır. İstənilən infeksiyadan, virusdan, qripdən sonra mütləq orqanizmdə müəyyən dəyişikliklər olur. Bəli, o dəyişiklikləri bəzən xəstə, məsələn, bir ay sonra, 10 gün sonra verdiyi analizdə onu görürsə, onu bir xəstəlik kimi özünə dərd eləyə bilir. Çünki elə rast gəlinir. Mən xəstədən ilk öncə soruşaram. Bu bir ay ərzində, 2 ay ərzində sən qripə, hansısa virusa, hansısa xəstəliyə yoluxmusanmı? O yoluxan xəstədə böyrəkdə də özünü göstərəcək. Analizlərdə mütləq o dəyişiklik görünür. Bəzən pi infiltrasiyası çox sadə bir şey kimi qəbul edirlər ki, məndə pi infiltrasiyası var da, məndə məsələn kalsinat var da, xroniki xolecistiti insanlar çox xəfifə alır. Amma mədə bağırsağında həzm prosesi pozulanda, mədəsində ağrı hiss eləyəndə ilk öncə qaçır ki, mədəsini müalicə eləsin. Amma mədədən öncə ödün funksiyasını nəzərə almaq lazımdır. Ödün funksiyası, həzmdə iştirak edən öd turşusu qaraciyərin məhsuludur. Qaraciyər ötürdüyü ödlükdə olan həmin möhtəviyyat vaxtında bağırsaqlara tökülüb, ifraz olunub, sorulmursa, öddə qalır, qatlaşmış, çöküntülü öd əmələ gətirir və o durğunlaşmış öddə daşlar da əmələ gəlir, kalsinatlar da əmələ gəlir. Amma bağırsaqlara tökülən həmin ödün tərkibində olan komponentlər bağırsaqda sorulma prosesini artırır. Dediyimiz xolesterinə belə öz təsirini göstərir. Əgər sorulma prosesi bağırsaqlarda normal olarsa, onda xolesterinin miqdarı da normal olur və həmçinin də bağırsaqlarda bağırsaq həzminin qəbizliyin qarşısını alır, köpün qarşısını alır və insan öz rahatçılığını tapa bilir. Yox, yəni bu xəstəlik deyil, bu sadəcə göstəricidir. Təbii ki. Qan analizində gördüyümüz hər hansı bir göstərici, tək bir göstərici diaqnostik olmaya da bilər, ola da bilər. Təbii ki, bayaq ona yanaşı görə klinika, dedim, nə gözəl, infeksiyadan yox, sadaladınız siz onları. Bəli. Çünki anamnez topladığınızda siz ətraflı şəkildə xəstələrlə həm söhbət olursunuz. Bu çox vacib bir şeydir. Bax, indi biz öd kisəsi deyirik, amma öd kisəsinin özünün də funksiyası var. Ona da o qədər bəsit. Mən bunu bəzən, düzdür, siz o qurtlarda müqayisəli şəkildə gigiyena qaydalarına toxunanda bu ifadəni işlədirsiniz. Amma mən öd kisəsini evdə olan çənə bənzədirəm, su çənlərinə. Sanki su gəlir, yığılır ora. Zəhərli maddələr ora toplar. Biz oradan istifadə edirik. Öd kisəsinin də eyni ilə həzmdə böyük rolu olduğuna görə, məsəl üçün, ödü qovur bağırsağa, amma sizin dediyiniz hallar yaşanarsa, qova bilməyəndə dorğunluq, daş əmələ gəlmə, artıq öd kisəsi olur, daş kisəsi. Həzmi pozur. O uşaqlarda çox böyük, məsələn, nə kimi əlamətlər verir o sırada? Ürək bulanma, qəbizlik, köp, gəyirmə, ağızda acılığın olması, dilin üstünün sarı-yaşıl ərplə örtülü olması, səhər yuxudan duran zaman xəstədə halsız olmaq, baş ağrısı, tez-tez təzyiqin yüksəlməsi, bəzən taxikardiyanın olması, səhər dururuq yerimizdən, ağzımızda acılıq var, narahatçılıq var, qəbizlik varsa, biz gedib mədə-bağırsağı müalicə eləyəcək. Mədə-bağırsağın müalicəsi burada istənilən effekti vermir. Niyə? Əgər xəstədə köp, gəyirmə, qaz varsa, qəbizlik varsa, mütləq taxikardiya da olacaq, təzyiqin yüksəlməsi də olacaq, səhər yuxudan duran zaman baş ağrısı, halsızlıq, yorğunluq da olacaq. Belə xəstələr ödün funksiyasını nəzərə almadan mədə-bağırsağı müalicə edəcəklərsə, orada istədiyi nəticəni almayacaq. Qəbizlik olan kimi müəyyən çaylara, işlədici dərmanlara üst tutur xəstələr. Onlar bağırsağın fəaliyyətini, peristaltika zəif ola bilər, tənbəl bağırsaq ola bilər, bunları biz anlayırıq. Amma həzm yoxdursa bağırsaqlarda, sorulma prosesi öddə dediyiniz kimi öd funksiyasını yerinə yetirə bilmir, öddə durğunluq varsa, təbii ki, bu dediyimiz əlamətlər olacaq. Bu digər xəstəliklər fonunda da ola bilər. Təbii ki, ola bilər. Uzun müddət medikamentoz, bayaq niyə dedim? Medikamentozlarda müalicə edən sinir sisteminə uzun müddət dərman içən insanların ödündə problem yaranacaq. Qaraciyərində yüklənmə olacaq. İrsi meyilliyimiz varmı? İrsi, bəli, təbii ki, var. İrsi meyillilik, məsələn, xəstələr gəlir deyir, bizdə irsi
öddə, məsələn, əyrilik var. Bu anatomik quruluşdur, bu sonradan da ola bilər. Bu problemlər ola bilər, mən bunları inkar eləmirəm. Amma ödün durğunluğu olursa, xəstə mütləq mədə-bağırsaq problemi yaşayacaq. Öddə qatlaşmış çöküntülü öd varsa, dediyimiz kimi xroniki xolit sistiti varsa, bu problemi xəstə yaşayacaq. Ona görə ki, qəbizliyi aradan qaldırmaq üçün işlədici çaylar yox, burada həzm səbəbi prosesini tapmaq lazımdır və dəqiq düzgün diaqnozda. Onda belə çıxır ki, artıq çəkisi olan insanlar, xüsusilə də qadınlar daha çox bu dediyimiz problemlərlə qarşılaşır. Təbii ki, xroniki xolit sistit ən çox da qadınlardadır. Bu nəyə görə? Məsələn, kəskin xolit sistit var, görürsünüz ki, xroniki xolit sistitlər var. Burada da hormonların da rolu çox böyükdür. Qadınlarda bu, amma kişilərdə də deyirlər ki, qaraciyərin funksiyası pozulması, ən çox qaraciyər problemləri, serozlar kişilərdədir. Ona görə içki, müəyyən kobud qida, düzgün rejimin olmaması təbii ki, qaraciyərdə özünü göstərə bilir. Aydın məsələdir. Əlbəttə ki, alkoqola bağlı qaraciyərin zədələnməsi başqa əlamət verir. Dərman toksiki təsiri ilə qaraciyərin zədələnməsi başqa əlamət verir. Amma bəzən oxşar simptomlar da olur. Sadəcə vaxtında müraciət edib doğru şəkildə diaqnoz qoyulmalıdır. Yəni, bugün qəbizlik varsa, sırf qəbizliyi müalicə edim deyil. Qəbizliyi yaradan səbəbi tapmaq lazımdır. Bəli, qəbizlikdən mən çox danışmaq istərdim. Anemiya varsa, qan azlığına görə dərman qəbul edim deyil. Yəni, o qanı yerinə qoya bilərsən, amma onu yaradan səbəbi tapmaq lazımdır. Aradan qaldırmırlar. Yəni, budur məsələ. Düzdür, bu biz insanların düşünəcəyi bir şey deyil, doktor. Yəni, bu həkimlərin... Uzun müddət, məsələn, qəbizlikdən əziyyət çəkən xəstələr var ki, gəlir ki, doktor, mən illərdir, ən çox da yaşlı nəsil arasında qəbizlik daha çox ola bilər. Oturaq-həyaz tərzinin olması, düzgün qidalanmama, dediyim kimi uzun müddət medikamentoz müalicələrdən istifadə edir yaşlı nəsil. Bunlar da qaraciyərin təmizlənməsi, detokslar, bağırsaqların təmizlənməsi mütləq şərtdir. Qəbizliyi yaradan səbəblərdən biri də dediyimiz kimi öd kisəsinin funksiyasının pozulmasıdır. Öd kisəsinin funksiyasını bərpa etməklə biz onun ən azından bir 50-60%-ını geri qaytara bilirik. Ona görə bizim xəstələrdə ən çox, məsələn, qəbizliyi olan xəstələrdə biz nəticəni nə ilə alırıq? İlk öncə mən qaraciyərin ödün funksiyasını nəzərə alaraq mən mədə-bağırsaq probleminin müalicəsini həmişə aparmışam. Çünki heç vaxt qaraciyərin ödün funksiyasını nəzərdən qaçırmıram. Çünki orada yaranan səbəblər bizim işimizə daha da çətinləşdirir. Əgər öd normal süzmürsə, həzm bayaq dediyim kimi öd turşusu bağırsaqlara tökülmürsə, orada onun tərkibində olan komponentlər həzmi yaxşılaşdırır. Və insanlarda o yaranan zaman köp, qaz, qəbizlik olan zaman təbii ki, diafraqma sıxılır, sıxılan zaman təzyiq artır, təzyiqin yüksəlməsinə yanaşı ürəkdə taxikardiyan olması da mümkündür. Və belə insanlarda bir çoxlarında helikobakterinin üstündən keçmək istəməzdim. Uzun müddət helikobakteri ilə gəzirlər və helikobakterini bugün deyirlər ki, hamıda var, boş şeydir. Helikobakteri də çox böyük mədə-bağırsaq problemləri yaradan bir xəstəliklər deyərdim, biridir, bakteriyalardan biridir. Gastroenterologiyanın, yəni o yenilik olan urotesti, yəni zondsuz üsulla helikobakterinin müayinəsi klinikamızda aparılır. Hər kəs istədiyi zaman gəlib rahatçılıqla zondsuz helikobakterinin müayinəsini apara bilər. Yəni zonddan hər kəs istəmir Amma istifadə eləmək. Amma zond bəzən vacib olur. Yox, mədə-bağırsaq xəstəliyində vacibdir. Yox, mədə-bağırsaq xəstəlikləri deyəndə bu ümumi bir fikirdir. Amma o xəstəliklər sırasında öd daşı və öddə olan durğunluq və s. aid edilirsə, bu da uzun müddət simptom vermir. Həzm traktına baxılması çox vacibdir. Mütləq, o endoskopik müayinə önəmlidir. Belə xəstə var ki, sedasiya altında aparılır. Mən düşünürəm ki, insanlara o qədər də zərər verilmir, elə deyil? Bəli, təbii ki. Baxır, hansı xəstələrdən asılıdır. Bəzən hətta narkozla da işləyən xəstələr var. Onunla da, məsələn, yaşlı nəsil istəyəndə aparılır. Narkoz vasitəsində aparıla bilər. Endoskopik müayinə, keyləşdirici vasitəsində. Bizdə də ən müasir axırıncı aparatdır, Olympus aparatıdır. Onunla çox rahatlıqla mədə-bağırsaq sistemini, 12 barmaq, qida borusu, bunların hamısını yoxlamaq mədəni bağırsaq mümkündür. Oruçluq ayındayıq. Qida qəbulu arasında uzun bir müddət keçir. Bəli. Aclıqdan sonra təkrar yemə. Amma oruçluq ayı çox gözəl, amma hər kəs ona diqqətlə yanaşmalıdır.
oruçluq deyib mən xəstə insanlar, mədə-bağırsaq problemi olan, 12 barmaq xorası olan insanlarda çox da diqqətli olmalıdırlar. Öncədən yoxlansalar daha yaxşı olar. Bəli, təbii ki. Çünki niyyətli olanlarımız çoxdur, arzusu istəyik, yenə vurğulayıram ki, çoxdur, Allah qəbul eləsin oruçlarınızı, etdiyiniz duaları. Amma səhhətimizdə hər hansı bir problem varsa, bunu da unutmamalıyıq. Həkimin təqibi sırasında oruç tutmaq çox rahat olur. Bu xəstə və müəyyən xəstəliyi olan insanlara aiddir. Çox üzr istəyirəm, pasiyentlər deyək. Amma sağlam şəkildə belə insan istəyər ki, onda heç bir problem yaramasın. Əslində heç biz özümüz də bilmirik, neyniyək doktor. Uzun müddət ac qalma, ac qalanda turşu artır. Turşu artanda mədə bağırsaqda problem yaranır. İndi oruç tutmaq məcburiyyətindəyəm. Burada uzun müddətli bir fasilələr yaranır. Daha sonra birdən-birə yeyirəm. Mən bir söz deyim sizə. Oruçluq insanın ürəyində və beynində olmalıdır. Yox, aydın məsələ. Sırf oruç tutmağa görə demirəm. Mədə-bağırsaq sistemində bəzi insanlar fasiləli qidalar. Dediniz deyəcəm, bir dəqiqə, üzr istəyirəm. İnsanın oruç tutmağı sağlamlıq üçün önəmlidir. Nəfsi tərbiyələndirmək. Bunu istənilən vaxt tuta bilərsən. İnsanın qəlbi və beyni düzgün işləməyəndən sonra tutduğu orucun heç bir yetəri yoxdur. Elədir. Qəlbən o oruç tutulmalıdır. Orucu insan il boyu yox, ömür boyu tuta bilər. Amma oruçluq zaman, əgər xəstə insanlar varsa, bu xəstəliklərlə bağlı müəyyən qadağalar ola bilər ki, o oruç tutub insan əziyyət çəkəcəksə, sonradan onun daha çox qlobal narahatçılığını keçirəcəksə, o düzgün deyil. İnsan orucu tutmalıdır, bəli, hər bir kəs oruç tutmalıdır. Mən də orucun tərəfdarıyam. İstəyərəm, mən də tutanda tutmuşam. Mən yalan deyə bilmərəm, mən hər gün oruç tutmuram. Amma müəyyən bəlli qədir gecələrini tuturam. Allah qəbul Çünki şəkərim var, şəkərə görə tutmaya bilərəm. Amma xəstə insanlar, elə xəstələr gəlir ki, məsələn, xəstəlik, bu 2 gün bundan qabaq bir xəstəm zəng vurdu ki, bir neçə gün qabaqda oruç tutmuşam, özümü çox pis hiss eləyirəm. Əgər sən özünü narahat hiss eləyəcəksənsə, o 12 barmaq bağırsağın xorası olan insanlarda onlar ac qaldıqda çox böyük problemlərlə, hətta qanaxmaya qədər gətirib çıxara bilər. Yəni, belə şeylərdə diqqətli olmaq lazımdır. Şəkərli xəstələrdə, təzyiqi və s. Bəli, bu mütləq şərtdir. Amma qida rasionu insan orqanizmi üçün, mədə-bağırsaq sistemi üçün çox önəmlidir. Yediyimiz qidalar, medikamentoz müalicələr, viruslar, bunlar hamısı orqanizmə təsir edən amillərdir. Bu yüzdən də mədə-bağırsaq sistemi orqanına bəsit yanaşmayın. Burada həzm sistemində iştirak edən orqanların müayinəsi mütləq şərtdir. Məlahət xanım, bu diskineziya, yığılma halı dediyimizdə... Ən çox uşaqlarda olur, bəli. Bu sadəcə öd kisəsində olur, yoxsa baxın, əgər diskineziya olursa, öd yollarında təbii ki, daha çox olur. Bu diskineziya özü uşaqlarda daha çox rast gəlir. Səbəb? Belə uşaqlarda da elə olur ki, onlar həftələrlə, aylarla sancı ilə gəzirlər, narahat olurlar. Belə uşaqlarda əsəbi qıcıq daha çox olur. Həmçinin də belə uşaqlarda həzm prosesi tez-tez pozulur. Bəzən elə uşaqlarda qəbizlik, bəzən də görsə daha çox ishala meyilli olurlar. Ən çox da ət qidasına qarşı onlarda bir nifrət olur, istəmirlər. Valideynlər ən çox, məsələn, bundan şikayətçi olurlar ki, bir də ora ləmbilə qoşulduqda, ləmbiləsi olduqda, belə xəstələr sonra çox narahatçılıqlar keçirə bilirlər. İstənilən halda qeyd elədiyimiz şikayətlər varsa, sadəcə müraciət etmək tələb olunur və yanaşma da doğru olmalıdır. Ətraflı müayinə, dəqiq diaqnoz artıq müalicənin yarısını etmiş olacaq. Amma bunu doğru şəkildə etmək lazımdır. Yoxsa mən şübhələnirəm, baxım görüm ödümdə nə var. Bir tək ultrasəs müayinəsi eləyib. Yox, tək ultrasəs müayinəsi yetərli deyil. Siz az öncə danışıqda nə dediniz? Deyirsiniz ki, xəstələr var gəlirdi ki, öd küsəmin əyridir, sadəcə bu problem var. Bəli, bəzən də gedirlər. Öd küsəsi anatomik əyri ola bilər, amma onun funksiyonallığı da pozula bilər. Funksiyonallığı ultrasəs görmür axı. Esvari öd çöküntü yığan öddür. Dediyiniz kimi o deformasiyalı öd təbii ki, çöküntü yığacaq. Orada ifraz normal olmadıqda, deformasiyalı öd olan insanlarda tez-tez onlar əziyyət çəkir. Məsələn, bir də iltihabı prosesi olduqda, divar qalınlaşması öddə olduqda, təbii ki, belə xəstələrdə problemlər yarana bilər. Ümumiyyətlə, orqanizmdə olan bütün xəstəlikləri nəzərə alsaq,
bütün xəstəliklərdə dəqiq diaqnoz önəmlidir. Mədə-bağırsaq sistemində, öd-qaraciyər sistemində də mütləq mən qeyd edərdim ki, ən çox nəzərə alınmalıdır düzgün diaqnostika. Biz gedirik, qaraciyərimizi yoxladırıq, ödü yoxladırıq, mədə-bağırsağımızdan xəbərimiz yoxdur. Qaraciyəri ödə biraz. Ən çox da bir şeyə toxunmaq istərdim ki, vitaminlərə alüdəçilik yaranıb. Həddindən artıq mineralları içirlər. Çox kalsinatlar içəndə, çox həddindən artıq siz kalsini qəbul eləyəndə bu kalsinatın yaranmasına, öd daşının yaranmasına, sümüklərdə bəzən deformasiyaların yaranmasına belə gətirib çıxara bilər. Məsələn, yaşlı nəsil kalsini çox içir, amma böyrək daşını nəzərə almır, öddə olan daşı nəzərə almır. Belə şeylərdə çox diqqətli olmaq lazımdır. D vitaminini indi hər kəs istədiyi kimi içir. Olmaz, yəni həkim nəzarəti o deponu olmadan. Sizin içdiyiniz onlarla deyil, qaraciyər deponu natural qidalardan alır. Mələt xanım, içməklə deyil ki, içdiyimiz kimi orqanizm onu bəzən elə atır ki, bayıra. Bəli, çox da saxlamır. Çünki sintetik preparatları qaraciyər depo eləmir. Ona görə cəmaat, hər kəs elə çalışır ki, litrlə gəlir. Mən həftədə bir flakon içdim, 10 minlik içdim, 5 min. İçdiyin həzmə getdimi, orqanizm mənimsədimi, o var, o məsələdir. Ona görə ki, natural olmayan şey qaraciyər depo eləmir. Onunla yanaşı sən qida rasionuna fikir verməlisən və natural qidalara üstünlük verməlisən ki, oradan da nəsə ala biləsən. Ən çox düzgün diaqnostika, düzgün qidalanma qaraciyər və mədə-bağırsaq üçün ən böyük sağlamlıq və orqanizmin təməlini qoymaq üçündür. Yəni, mövzular müxtəlifdir, problemlər də çoxdur, insanlarda əlamətlər də biri digərindən, yəni, demirəm, qarışdırıla bilər. Yəni, işini bilən peşəkar həkim qarşısında əyləşərsək, anamnez sırasında hər şey ayırt ediləcək. Diferensial diaqnostika girir dövrəyə və dəqiq diaqnoz qoyulur. İstər öd kisəsi olsun, istər qaraciyər, mədə-bağırsaq traktından danışmış olsa, bunun daşlı-daşsız forması, xolesisiti və s. Hər birinin düzdür, spesifik əlaməti olmasa da, bəlli orqanlar var, bəlli xəstəliklər var ki, onlara xas əlamətlər var. Yetər ki, biz doğru həkimə müraciət edək və zamanında hətta səssiz keçərək və ani ağrılarla, sancılarla özünü biruzə verib bizi həkimə gətirən problemlər var. Məhz ona görə mən deyirəm ki, həkimin dediyi əlamətləri diqqətlə dinləyin. Sizdə varsa, Nərgiz Tibb Mərkəzinə müraciətlərinizi edə bilərsiniz. Xatırladaq, mart ayının 7-si Məlahət Qəhrəmanova, terapevt həkim, ixtiraçı, alim, Logos Psixoloji Mərkəzdə olacaq, Lənkəran şəhərinin Logos Psixoloji Mərkəzinin filialında olacaq. Varmı demək istədiyiniz müraciətlərinizi edeyim? Bəli, təbii ki, ətraf rayonlar, Astaradır, orada məsələn gələn Lənkərandan ətrafı Cəllabaddır, Masallıdır. Hər bir kəs müraciət eləyə bilər. Saat 10-dan axşam saat 5-ə 6-ya qədər biz onları qəbul eləyəcəyik. Təşəkkür elə Məlahət xanım, xoş oldu sizinlə görüş, söhbət hər zaman olduğu kimi. Bir daha xatırladım, ixtiraçı alim, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova terapevt həkim olaraq bugün studiyamızdaydı. Terapevt həkimlə görüşmək istəyənlər varsa buyurun, müraciətlərinizi edə bilərsiniz.